Hər vaxtınız xeyir olsun. Kanala abunə olub, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual yanvarın 25-i OTK buraxılış imtahanında 11-ci siniflərə salınıb. Deyir ki, bir üçbucaq verilib, BD təm böləndir. Bu alfa, bu da alfa. Bura 3 santimetrdir, bura 6-dır. Bu x-dır. Bizdən x istəyirlər. Eyni zamanda AB paraleldir DY-yə. Paralelliyə əsasən bu bucaq alfadırsa, baxın, bu da alfadır. Sonra bu bettadırsa, burada bettadır. Çünki paraleldir də, uyğun bucaqlardır bettalar. Sonra baxırıq, bu üç bucaqda alfa, alfa toplayanda 2 alfa edər. O zaman burada 2 alfadır. Bir üç bucağın, 2 dənə daxili bucağının cəmi bu bucaqlara qonşu olmayan xarici bucağa bərabərdir. İndi belə çıxır ki, bax, bu bucaq da 2 alfadır, bu bucaq da 2 alfadır. Bucağın biri bettadır, bu da bettadır. Deməli, oxşarlıqdan istifadə edəcəyik. Hansı üç bucaqlar oxşardır? Üçbucaq ABC oxşardır üçbucaq YDC-yə. Onda oxşarlığa əsasən bərabər bucaqların qarşısında duran tərəflərin nisbətləri eyni olmalıdır. Üçbucaq ABC-də bettanın qarşısında 9 dayanıb. Üçbucaq DYC-də bettanın qabağında 6 dayanıb. Bərabərdir. Üçbucaq ABC-də, baxın, bu C bucağının qabağında x dayanıb. Üçbucaq YDC-də C bucağının qabağında dayanıb 3. Çünki BY 3-dürsə, DY də 3-dür. Axı, bu bərabər yanlış bucaqdır. Alfa, alfa. Və çarpaz vuraq. X vur 6 bərabər 9 dəfə 3, 27. X də bərabərdir. 27-ni 6-ya bölürük. 4,5. Düzgün cavab A variantıdır.